Oradan komanda giribdi. Normal olaraq burada hasarları tapırlar, qıfıl görürsünüz. Bu qıfılı açırlar. Hansı ki görürsünüz, bax indidən açılır bu. Qıfılı açırlar, bunun içində kod var. Həmin o kodu gedirlər, yazırlar. Yəni bu otaqda 3 dənə məntiq var. Hansı ki onları həll eləyib, bu otağı həll eləyəndən sonra ora keçib və oyuna davam etməlidirlər. Oyundan çıxan zaman bu şkafı bunlar açıblar və bu şkaf açıq vəziyyətdə beləsinə qalıbdır. Yəni özünüz baxsaz, xanımın boyu biraz bundan hündürdür. Və ora biraz dəymə şansı tamamilə yoxdur. Çünki biz 3 ildən çox da artıq fəaliyyət göstəririk və şuralar bizim heç bir hələ ki filialımızda belə bir hadisə baş verməyib. Xanıma ilkin tibbi yardımı göstəriblər. Aktyor itələməyib. Aktyorun sadəcə olaraq vəzifəsi budur, qorxutmaq. Aktyor gəldi, birinci rəfiqəmi 2 metrlik yerdir. 2 metrlik yerdən tutdu, itəliyə arxaya çırpdı. Rəfiqəm bildirdi ki, kamerada əl salladı ki, bəs siz nə edirsiniz, məqsədiniz nədir? Sizin, yəni biz ultra hard seçməmişik, hard seçmişik. Harddakı yüngül toxunuşlardır. İtələmə olmaz, qonağın zədə alması ilə qətiyyən itələmə olmaz hardda. Bunu deyəndə aktyor daha da qəzəbləndi. İkinci dəfə qızı bərk çırpdı arxaya. Heç 5 saniyə olmamış, qız qaçanda onun çiyin nahiyəsindən tutdu, belə qabağı itələdi. Mənim belimdən itələyəndə mən şkafa dəyirəm, belə eləyir və orada mən özümdən gedirəm, yerə yıxılıram. Məni aparırlar Semaşkaya, 2 yerdən tikiş var. Bir yerinə 3 tikiş atılıb, digər yerinə isə 7 tikiş atılıb. Və gözümün altı partlayıb, dodağım partlayıb, ayaqlarımda göyərmələr, saralmalar var. Bugün mənim başıma gələn, sabah başqa övladın da başına gələcək.